Yeni filialımıza Nərimanov metrosundan necə gəlmək olar? Solda gördüyünüz Metropark Ticarət Mərkəzindən düz irəliləyirsiniz. Sağda Nərimanov metro stansiyası Baku Electronics, Təbriz küçəsi ilə düz irəliləyirsiniz. Solda Konqres Hall, Heydər Əliyev mərkəzi. İşıqfordan sağa İzzətdin Həsənoğlu küçəsi istiqamətində dönürsünüz. Biraz irəlilətdikdən sonra solda Çinici mağazası, sağda Whitestone Towers. Buxur restoranı. Buxur restoranının keçən kimi parking yazılan yerdən sağa doğru dönürsünüz. Biraz irəliləyib aşağı parking 1 bölməsinə daxil olursunuz. Giriş qəbzi götürərək şlaqbaumdan içəri daxil olub sola dönürsünüz. Və budur ikinci filialımız. Gənclik metrosundan Fətəli xan Xoyski prospekti istiqamətində irəliləyirsiniz. Solda 5 nömrəli xəstəxana. Qarşıdakı işıqfordan sağa İzzətdin Həsənoğlu küçəsinə doğru dönürsünüz. Buradan sola dönmə olmadığı üçün düz axıracan davam edirsiniz. Təbriz küçəsi kəsişməsindən keçərək qarşıdan geri dönmə əməliyyatı edib yenidən İzzətdin Həsənoğlu küçəsinə daxil olursunuz. Sağda Whitestone Towers, Buxur restoranı.